qalsın ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərlə Ekonomiksin axşam buraxılışı efirdədir. Tanap kəməri çərçivəsində ilk tenderlər elan olunub. Türkiyə mətbuatının məlumatına görə boru satın alması üçün tenderin müddəti avqustun 27-sində, kəmərin və stansiyaların tikintisi üçün tenderin müddəti isə sentyabrın 27-sində başa çatacaq. Qeyd edək ki, inşa işlərinə bu il başlanması nəzərdə tutulub. Tikinti 2017-2018-ci illərdə başa çatacaq. Boru kəmərinin ilkin nəql etmə gücü illik 16 milyard 2023-cü ildə, 23 milyard 2026-cı ildə 31 milyard kubmetr olacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində işlər sürətləndirilib. Türkiyənin Bosfor boğazının altı ilə keçən Mərmərə tunelində artıq ilk sınaq qatarı işə salınıb. Tunel oktyabr ayında tam hazır olacaq. Azərbaycanla Gürcüstan sərhəddindəki dəmir yolunun rekonstruksiyası işləri də sona çatmaq üzrədir. Yalnız Gürcüstandakı tikinti prosesi bir qədər yubanır. Trasekanın milli katibi Akif Mustafayevin sözlərinə görə qonşu ölkə ərazisindəki işlər sürətlənərsə, bir ildən sonra Bakı-Tbilisi-Qars layihəsi tam olaraq reallaşdırılacaq. Azərbaycan tərəfində söhbət gedir, deməli Bakı ilə Gürcüstan sərhəddini birləşdirən 503 kilometrlik dəmir yolunun rekonstruksiyasından, modernləşdirilməsindən bununla əlaqədar həm dövlət proqramına uyğun Azərbaycan dəmir yollarının təkmilləşdirilməsi dövlət proqramına uyğun, həm də Dünya Bankı verən kreditlərə əsasən bu işlər görülür. Son bir il ərzində qutarmaq üzrə olacaq elə bilirik və ondan da başqa Gürcüstanla Türkiyə sərhəddində qatarların dəyişmə stansiyası tikilməlidir. Yaxın bir il ərzində bütün bu yerdə qalan işlər də tamamlanacaq və Gürcüstanın ərazisində görən işlər daha da sürətlə gedəcək və bir il ərzində bu işlər tamamlanan sonra qatarlar Bakı-Tbilisi-Qars xətti ilə işləyəcək və buna da ən böyük töhfəni də edirəm. Bu 2 yıl öncə Bosfor boğazı altında tikilmiş və başa çatmaq üzrə olan dəmir yol tunelinin hazırlığı da buna töhfə verir. 2013-cü ilin yanvar-iyul aylarında 73,7 milyon manat ipoteka krediti verilib. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 87,7% çoxdur. Azərbaycan İpoteka Fondundan bildiriblər ki, bu müddət ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşdirilməsinə 42 milyon manat ayrılıb. İlin əvvəlindən fond 34 milyon manat dəyərində istiqrazlar yerləşdirib. İstiqrazların yerləşdirilməsindən əldə edilən vəsait isə adi ipotekanın maliyyələşdirilməsinə sərf edilib. Ümumilikdə 2006-cı ildən bu yana ipoteka kreditləşməsinə 494 milyon manat vəsait ayrılıb. Bu ilin iyul ayında vergi orqanları tərəfindən keçirilən tədbirlər zamanı 5068 qanunvericiliyin pozulması halı aşkar edilib. 2784 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 733 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsi, 182 ödəyicinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərməsi, 669 ödəyicinin xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə razılıq olmadan məşğul olduğu müəyyən edilib. Aşkar edilən faktlarla bağlı qanuna müvafiq olaraq tədbirlər görülüb. Yeni Zelandiyanın Azərbaycana gətirilən bütün süd məhsulları laboratoriyalarda yoxlanılır və hələ ki heç bir norma pozuntusu aşkar edilməyib. Yeni Zelandiyanın Fonterra şirkətinin məhsullarında botulizm xəstəliyinin aşkarlanması barədə yayılmış məlumata Dövlət Baytarlıq Xidmətinin reaksiyası belə olub. Qeyd edək ki, Azərbaycanda satılan yağ və margarin məhsulları arasında bu şirkətin istehsal etdiyi mallar da var. İstehsalçı şirkət bildirib ki, Çin, Avstraliya, Malayziya, Səudiyyə Ərəbistanı, Tayland və Vyetnam bazarlarına çıxarılan süd məhsullarının tərkibində zərdab zülalının konsentratı ola bilər. Azərbaycanda da tədarik edilən yağların böyük qisminin bu ölkə istehsalı olduğunu nəzərə alaraq Dövlət Baytarlıq Xidmətinə müraciət etdik. Xidmətdən bildirdilər ki, həmin məhsullar artıq laborator yoxlamadan keçirilib. 7 ay ərzində ölkəmizə bu qeyd elədiyimiz 3 ölkədən kərə yağı 8055 ton kərə yağı ithal olunub. Həmin məhsullar da yəni ölkəmizə daxil olan zaman, gömrük açılışı zamanı bizim baytarlıq xidmətinin əməkdaşları həmin nümunələrdən, məhsullardan nümunələri götürür və Respublika Baytarlıq Laboratoriyasında yoxlanılır. Və bu yoxlamalar hələ bu günə qədər elə bir narahat edici hala təsadüf olunmayıb.
Artıq əksər ölkələr Fantera şirkətinin məhsullarının idxalına qadağa qoyublar. Yeni Zelandiya hökuməti Fantera şirkətinin məlumatı gec yaydığına görə tənqid edib. Lakin şirkətin rəhbəri Theo Spring bütün məlumatların vaxtında verildiyini bəyan edib və qalmaqala görə bütün istehlakçılardan üzr istəyib. Biz bu qalmaqaldan zərər çəkən bütün insanlardan üzr istəyirik. Başa düşürük ki, bu valideynlərdə böyük narahatlığa səbəb olub. Lakin onlar əmin ola bilərlər ki, məhsullar tam təhlükəsizdir. Yeni Zelandiyada ixrac olunan bütün məhsulların yoxlanılması davam etdiriləcək. Bütün yoxlamalardan sonra süd məhsullarından bakteriyalar tapılmasa da, bir sıra ölkələr Fantera şirkətinin məhsullarını ciddi yoxlamalardan keçirməyə başlayıblar. Rusiya isə Fanteranın məhsullarının ölkəyə gətirilməsini ümumiyyətlə qadağan edib. Fransanın Danone şirkəti də Asiyanın 4 ölkəsindən Çin, Malazya, Tayland və Yeni Zelandiyadan məhsullarını geri çağırıb. Geri çağırılan məhsullar arasında əsasən quru süd və uşaq süd qidalardır. Şirkətin ən böyük alıcısı olan Çin də müvəqqəti olaraq məhsulların ölkəyə gətirilməsini dayandırıb. Qeyd edək ki, Fantera dünyada 4 ən böyük süd məhsulları istehsalçısından biridir. Şirkətin illik dövriyyəsi 16 milyard dollardır. Avropada işgüzar fəallıq indeksi son 6 ay ərzində ilk dəfədir ki, yüksəlib. Sənaye və xidmət sektorunda vəziyyəti əks etdirən PMI indeksi 2012-ci ilin əvvəlindən bəri ilk dəfə olaraq 48,7-dən 50,5-ə kimi qalxıb. Qeyd edək ki, PMI indeksinin əldən yuxarı olması iqtisadiyyatda artım əlaməti hesab edilir. Lakin ayrı-ayrı ölkələrdə vəziyyət fərqlidir. Fransa büdcə qənaəti proqramını yumuşatmalıdır. Beynəlxalq Valyuta Fondunun Avrozonada vəziyyətə dair hesabatında belə deyilir. Fondun ekspertlərinin fikrincə Fransanın ümumdaxili məhsulu bu il 0,2% azalacaq. Gələn il isə 0,8% artacaq. Biznesi dəstəkləmək və işsizliyin artmasının qarşısını almaq üçün Fransa hökuməti vergiləri qaldırmalıdır. Dövlət borcunun həcminə görə isə Fransa artıq Avropa və bütün dünya rekordlarını qırıb. Fransa siyasətçisi Marine Le Pen'in fikrincə Avrozona 70-ci illərdə qəbul edilmiş qərarların nəticələrindən əziyyət çəkir. Biz 70-ci illərin siyasi qərarlarının nəticələrindən əziyyət çəkirik. O qərarlara əsasən Avropa əhalisi böyük maliyyə təşkilatlarının və transmilli korporasiyaların ixtiyarına buraxılıb. İspaniya, Portuqaliya, İtaliya, Fransa və Yunanistan hazırda yaşamaq üçün yox, borçlarını qaytarmaq üçün işləyir. Vahid valyuta layihəsi uğursuz olub. Lakin biz avronu xilas etmək üçün çalışmaqda davam edirik. Bugün bloka digər ölkələrin daxil olması bizim vəziyyətimizi daha da çətinləşdirir. Avropada böyüklüyünə görə 6-cı iqtisadiyyata malik Polşada böhranın təsirini hiss etməyə başlayıb. Ölkənin iqtisadi artım templəri azalıb. 2011-ci ildə iqtisadi artım 4,3% olub. Bu ilin birinci rübündə isə 3,5%. İkinci rübdə artımın cəmi 2,4% olacağı gözlənilir. Ekspertlər enişin 3-cü rübdə də davam edəcəyini proqnozlaşdırırlar. Britaniya banklarına yaxın 6 il ərzində kapital kəsirini azaltmaq üçün 121 milyard funt sterling tələb olunacaq. Belə açıqlama ilə İngiltərə Mərkəzi Bankı çıxış edib. Qeyd edək ki, kapital kəsi Royal Bank of Scotland, Lloyds və Barclays banklarında aşkarlanıb. Bu arada Britaniyanın ən böyük bankı olan HSBC-nin gəlirləri 2013-cü ilin ikinci rübündə 23% artıb. Buna nail olmaq üçün 2012-ci ilin sonundan bank 37 min işçisini ixtisar edib və 50-dən çox filialını bağlayıb. Lakin bu xəbərlər investorları sakitləşdirə bilməyib. London birjasında bankın səhmləri 5% ucuzlaşıb. Gibraltar, İspaniya və Böyük Britaniya arasında iki tərəfli münasibətlərin gərginləşməsinə səbəb olub. İspaniyanın Xarici İşlər Nazirliyi bildirir ki, Gibraltar İspaniya sərhədini keçmək üçün 50 avro məbləğində rüsum tətbiq etməyə planlaşdırır. Bu qayda İspaniyada daşınmaz əmlaka sahib olan 6000 Gibraltar sakininə də şamil edilə bilər. Məzuniyyətlərin başlaması ilə əlaqədarsa, sərhədi keçənlərin sayı artır. Ekspertlərin fikrincə, buna səbəb İspaniyanın öz ərazisi saydığı və balıq ovu üçün istifadə etdiyi sularda Gibraltarın süni sədd tikməyə başlaması olub. Şübhəsiz ki, biz diyaloqa başlayacaq. Lakin bunun üçün ilk növbədə sularda çəkilən hasarlar sökülməlidir ki, balıqçılar öz işlərinə başlaya bilsinlər. Sərhəddə isə İspaniya və Gibraltar arasında razılaşmaya əsasən yoxlamalar aparılacaq. Amazon.com şirkətinin təsisçisi Jeffrey Bezos Birləşmiş Ştatların ən məşhur qəzetlərindən biri olan Washington Postu alıb. Qəzeti almaq üçün Bezos $250 milyon xərcləməli olub.
60 gün ərzində bütün sənədlərin imzalanmasından sonra Bezos qəzetin tək sahibinə çevriləcək. Qeyd edək ki, Washington Postun gəlirləri son 6 ildə 44% azalıb. Məlumata görə, rəhbərin dəyişməsinə baxmayaraq qəzetin 2000 işçisindən heç biri ixtisar olunmayacaq. Dünyanın bütün əsas fond birjalarında yüksəliş müşahidə olunub. Amerikanın Dow Jones, S&P 500 və Nasdaq 100 indeksləri cüzi qalxıblar. Böyük Britaniyanın FTSE 100 indeksi də cəmi 0,6% bahalaşıb. Almaniya iqtisadiyyatına inam bugün daha çox olub. Ona görə də DAX 0,33% yüksəlib. İndekslərə inansaq, hazırda Yaponiya iqtisadiyyatı daha cəlb edici görünür. Belə ki, bu ölkənin əsas indeksi olan Nikkei 225 gün ərzində ən sürətlə yüksələn aktiv olub. Qızılın qiyməti bugün də enib 0,66% ucuzlaşan bu qiymətli metalın bir unsiyası indi 1294 dollara satılır. Gümüşün qiyməti 0,3% qalxıb və hazırda 19 dollar 77 senti təklif edilir. Platin 1441 dollara satılır. Palladium da 0,38% ucuzlaşıb. Mis və alüminium isə bahalaşıblar. Neftin qiyməti isə artıb. London birjasında Brent markalı neft 0,31% bahalaşıb və hazırda bir bəreli 109 dollar 5 sentə təklif olunur. Light markalı neftin qiyməti isə 0,42%-ə yaxın yüksəlib və indi New York birjasında bu markadan olan neftin bir bərelini 106 dollar 95 sentdən ucuz almaq mümkün deyil. Avronun dollara nisbətən məzənnəsi indi 1,3275 səviyyəsindədir. Dollar yen 98,23-ə düşüb. Funt sterling dolların məzənnəsi isə 1,5377-yə yüksəlib. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 4 qəpik, Rusiya rublu 2 qəpik yarım, Türk lirəsi isə təxminən 41 qəpik. Sabah saat 14:30-da İngiltərə Mərkəzi Bankının inflyasiya ilə bağlı hesabatı dərc olunacaq. Saat 15-də Almaniyada sənaye istehsalının həcmində dəyişiklik açıqlanacaq. 22-də Amerika Birləşmiş Ştatlarında 10 illik istiqrazların satışı zamanı onların gəlirlilik dərəcəsi bəlli olacaq. Və nəhayət, Bakı vaxtı ilə 23:30-da Federal Ehtiyatlar Sisteminin sədri Ben Bernanke'nin çıxışı gözlənilir. Bütün bunlar dünya bazarında kotirovkalara güclü təsir göstərən hadisələrdir. Günün əsas iqtisadi yeniliklərini təqdim etdik. Bugünlük bu qədər.